Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir. Məlumata görə Daşkəsən rayon sakini 1979-cu il təvəllüdlü Samir Əhmədoğlu Səmədovun idarə etdiyi MAN markalı 60 AC 426 dövlət nömrə nişanlı yük maşını, Lexus markalı 77 GY 211 dövlət nömrə nişanlı avtomobili və onun yanında dayanmış sürücü 1983-cü il təvəllüdlü Kamil Əlövsətoğlu Sərməsovu vurub. Nəticədə Kamil Sərməsov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır deyə məlumatda vurğulanıb. Qeyd edək ki, Kamil Sərməsov keçmiş Aynez telekanalının məşhur layihələrindən olmuş Toylar Kralının finalçılarından idi.